Çoxhəzrlər bölməsinə aid olan belə bir misala baxaq. Verilən bir həddinin qüvvəti əmsalından 2 dəfə böyükdür. M kvadratı çıxılsın n kvadratı bərabərdir 32 olarsa, m minus n fərqini tapın. Bilirik ki, bir hədliyin qüvvəti həmin bir hədliyə daxil olan dəyişənlərin qüvvət üslərinin cəminə bərabər. Yəni, verilən bu ifadənin qüvvəti A-nın üstü də 1-dirsə, 1 üstə gəlsin, m üstə gəl, n bərabərdir. Əmsalından 2 dəfə böyükdür. Əmsalla 4/5 vurulsun 2. Buradan anlıq ki, m üstə gəl, n plus 1 bərabərdir 9-a. M plus n cəmdə bərabərdir 8-ə. Bizdən də kvadratlar fərqini veribdir. Yəni, m minus n vurulsun m plus n bərabərdir 32-yə. M plus n 8-dirsə, deməli, m minus n də bərabərdir 32/8, 4.